Şəhid bacısı olaraq bayrağımızı dünya arenalarına dalğalandırmaq mənim üçün böyük bir fəxrdir. Özümü idmandan qıraqda düşünə bilməzdim. Ən böyük arzum dünya və Avropa çempionu olub həm ölkəmizi, həm də şəhid qardaşımı layiqincə təmsil etməkdir. 15 ildir ki, mən karatenin Kyokushin növü ilə məşğul oluram. 2017-ci ildən bu yana demək olar ki, bütün Avropa çempionatlarından vətənə medalla qayıtmışam. Qardaşımın qəhrəman kimi döyüşdüyü 3 rəngli bayrağımızı mən xarici arenalarda öz içimdə dalğalandırıram. Bir sıra beynəlxalq yarışlarda qızıl medal qazanmışam. Avropa çempionatında gümüş, bürünc mükafatçısı olmuşam və sonuncu dəfə may ayında dünya üçüncüsü olmuşam və sentyabrın 27-sində bizim ölkəmiz üçün, xalqımız üçün ən önəmli gündə Avropa çempionatı keçirilmişdir. Macaristanda, orada Avropa üçüncüsü olmuşam. Qardaşım həmişə şəhid olmamışdan əvvəl həmişə mənə dəstəkləyirdi. Hətta olmuşdu ki, Avropa çempionatında ikinci, üçüncü yerə çıxanda mənə dedi ki, niyə uduzmusan, niyə çempion olmamısan və mən səndən çempionluq gözləyirdim. Söz vermişəm ki, qardaşım şəhid olan gündən onun məzarını bir Avropa və yaxud da dünya çempionu kimi ziyarət edəcəm.